Dəyərli izləyicilər, Gəncədə 11-ci sinif şagirdi Elgün İbrahimovun müəmmalı şəkildə dünyasını dəyişməsi ölkə ictimaiyyətini silkələdi və 15 gündən artıqdır ki, onun adı medianın və sosial şəbəkələrin gündəmindən düşmür. Bununla bağlı Musavat.com saiti bir maraqlı material hazırlayıb. Qeyd olunur ki, ölümün səbəbləri barədə yayılan versiyalar bir-birini təkzib etsə də Elgünün ailəsi, yaxınları, elə cəmiyyət də bu olayın üstündən sir pərdəsinin götürülməsini istəyir. Elgün İbrahimov mayın 12-sində Gəncə Dövlət Texnologiya Universitetinin tərk edilmiş yataqxanasında huşsuz halda aşkar olunub. Gələn məlumatlar ardınca istintaqçıların gəldikləri qənaət budur ki, bu yıxılma deyil. Hələ ki, onun bədəni üzərində müəyyən olunan xəsarətlərin, çapılmış, kəsilmiş yaraların, küt əzilmələrin, bir qabırğasının hansı şəraitdə sınmasının rəsmi izahı yoxdur. Onun meyitini müayinə edən məhkəmə tibb ekspertləri də qənaətlərini, rəylərini ortaya çıxarmağa, istintaqa təqdim etməyə tələsmirlər. Həmin rəy istintaqçılara Elgün İbrahimovun həyatına son qoyan xəsarətləri hansı vəziyyətdə alması və ya ona bu xəsarətlərin hansı şəraitdə yetirilməsi ilə bağlı çox ciddi istiqamət vermək gücündədir. Hazırda gözlər Gəncə prokurorluğundadır. Versiyalar isə hər gün biraz daha ağır, biraz daha ağrılı olur. İntihar, döyülmə, qətl. Yayılmış versiyaların əsas qayəsi, əsas məzmunu budur ki, bu planlaşdırılmış və izləri ört-basdır edilən bir zorakılıq cinayətidir. Mərhumun üzərindəki xəsarətlər ölüm səbəbinin təbii olmadığını göstərir. Cəmi bir qabırğa sınığı, göz qapağında zədə, qan izlərinin olmaması, alın və burun nahiyəsinin zədəsiz qalması, bütün bu detalları yüksəklikdən yıxılma ilə izah etmək təbii ki, mümkün deyil. Yəni, insan yüksəklikdən yıxılırsa, ən azından bir üzündən, burnundan bir xəsarət təbii ki, almalıdır. Əgər Elgün 5 mərtəbəli binadan özünü atsaydı, çox sayılı sınıqlar, kəllə-beyin travması, daxili qanaxmalar və sümük əzilmələri qaçılmaz olardı. Amma ortada belə izlər yoxdur. Əksinə, küt alətlə və ya əllə vurulmuş zərbələrin səbəb olduğu izlər mövcuddur. Bu da əsas versiyanın qəsdən döyülmə və sonradan əraziyə gətirilmə ehtimalını gücləndirir. Çünki ola bilməz ki, həqiqətən də 5-ci mərtəbədən yıxılasan və sənin cəmi bir qabırğansına, burnun belə qanamayar, nə bilim, burun nahiyən salamat qala və s. Bunlar həqiqətən də çox qəribə gəlir insana və Elgünün anası Fizzə Zeynalova isə belə deyək, baş verənləri bu cür izah edir ki, oğlum intihar etməzdi. Son zəngə hazırlaşırdı, rəqsə getmək istəyirdi, əhvalı da yerində idi. Özünü atan adam bu qədər plan qurmaz. Bu sözlər ananın instinkti deyil. Çünki Elgünün həyatında depressiya, təhlükəli münasibət ya da intihara aparacaq psixoloji travma izləri yoxdur. Ailə məhz buna görə onu döyüb öldürüblər qənaətindədir. Bəs Elgün harda və kimlər tərəfindən döyülüb, dəyərli izləyicilər? Onun yarıcan halda aşkarlandığı ərazidə nə üçün heç bir qan və ya süpürləşmə izləri tapılmayıb? Bax, bu da bir ayrıca sual olaraq qalır. Hadisə vaxtı ətrafda olan kameralarda Elgündən başqa kimlər olub? Cinayət yerinin dəyişdirilməsi təsadüfüdürmü? Ekspertiza nəticələri nə üçün bu qədər gecikdirir? Elgün İbrahimovun telefonunda istintaqçılar iş üçün əhəmiyyətli video, foto, yazışma aşkarlayıblarmı? Bax, bu da başqa bir sualdır. Hələ ki, bu suallar bizim özümüz üçün də necə deyərlər, qaranlıq olaraq qalır və bütün sualların cavabı Elgün İbrahimovun sirli ölümünün səbəbini ortaya qoya bilər və çox ümid edirik, çox inanırıq ki, ən qısa zamanda, ən yaxın zamanda bu müəmmalı cəmiyyəti sarsıdan dəhşətli hadisənin üstü açılacaq və cinayətkar və yaxud da cinayətkarlar layiqli cəzalarını alacaq. Bir daha Allah rəhmət eləsin.